Salam dostlar, hər vaxtınız xeyir olsun. Yenidən mən Eldəniz qardaşınız, sizlərin qulluğunda bir neçə vaxtdır, demək olar ki, 2-3 aydır, konkret satışımız da və özümüzdə dayanmış. Niyə? Çünki gözəl insanlar. Biz bahalı maşın gətirib ucuz qiymətə demirik yalandan ki, ay baha qiymətə satışa qoyaq, deyək ki, ucuzdur. Xeyr, bizdə ucuz maşın olanda çəkilişlərimiz də başlayır. Aprel ayının 17-sindən başladıq. İnşallah ilin axırına can belə olar. Qiymətdən şok qiymətlə. Və hər zaman dediyimiz kimi bizdən ucuz maşın satan olmayacaq da. Əgər varsa da nömrəmiz aktivdir, salonumuz da bəllidir. Deyib gizlən birik, nə də deyib qaçmırıq. 500 manata şəxsinə sata bilən insan varsa da gəlsin yanımıza, nə qədər maşınlarınız varsa biz alırıq. Çəkib paylaşmağa, bazara çıxartmağa, hər hansı sayta qoymağa ehtiyac yoxdur. Aprel ayının 17-sindən davam edirik. İnşallah ilin axırına can belə olacaq. Elə gecənin cep-portu 2001-ci il 2 motor. Gözəlliyi göz qabağında. Tərifləməyə ehtiyac yoxdur. 8800 manata. X-Trail ver gəl apar. 8500 manata gecə ilə ver gəl apar. 12000 manat 44 X5'imiz. 12000 manat 2002-ci Frankfurt Packpress. Maşınımızın heç bir problemi yox. Hər hansı bir problem olsa bizi tərəfdən qarşılanır. Qardaş, hər hansı maşını alsan, hasarı verirəmsə, apar yoxlat, problemi bizimdir. Başqa nə deyim? Ünvanımız isə Gəncə şəhəri, Yarmarkanın yanı. Tanıyanlar tanıyır təbii ki, tanımayanlar üçün yenidən qeyd edirəm ki, biləsiniz. Barter mümkündür. Ürəklə maşın almaq istəyirsinizsə də, qardaşınızın yanına ürəklə gəlir. Bəli, təbii ki, bizim əgər problemimiz olsa, hər zaman çəkilişdə olmarıq. Əgər bizim problemimiz olsa, heç vaxt çıxıb deyə bilmərəm ürəklə ki, normal, ucuz maşınlar bizdə. Deməli, bunların hamısına daveriyamız var ki, bu günlərində sizlərin qarşınızda ürəklə danışıram. Öpürəm hər birinizi, Allah hər birinizin ruhsunu versin. İnşallah davam və yolunuzu gözləyirəm. Gecəniz xeyrə qalsın.